Bakıda keçirilən beynəlxalq güləş turnirində Şirvanlı idmançı 3-cü yeri qazandı. Ötən gün Bakı şəhəri Abşeron rayon ərazisində sərbəst güləş üzrə U17 və U23 yaş qrupları arasında çempion kəmər uğrunda açıq çempionat keçirilib. Yarışda 9 ölkənin idmançıları iştirak edib. Şirvan şəhərinin yetirməsi Zeynalzadə Rafət Elşadoğlu turnirdə uğurla çıxış edərək 3-cü yerə layiq görülüb. Bu nailiyyətində onun məşqçisi əməkdar idman ustası Qurbanov Araz müəllimin də böyük əməyi var. Biz də Doğru TV komandası adından ona dərin təşəkkürümüzü bildirir. İdmançılarımıza isə gələcək karyeralarında daha da böyük uğurlar arzulayırıq. Əla 4X 8-0 8-0 Davay 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 Fasilə